İyunun 3-də Ağcabədi rayonunda Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin müfəttişləri Ağcabədi rayon icra hakimiyyəti və Ağcabədi rayon polis şöbəsinin əməkdaşları ilə birgə reydlər keçiriblər. Reyd zamanı rayonun Ağabəyli kənd ərazisində, eləcə də Ağcabədi şəhərinin Heydər Əliyev və Üzeyir Hacıbəyli prospektlərində, həmçinin rayonun Tofiq İsmailov, İsmət Qayıbov küçələrində qanunsuz heyvan kəsimi və ət satışı məntəqələri aşkarlanıb. Reydlər zamanı qida təhlükəsizliyi tələblərinə uyğun olmadan heyvan kəsimində istifadə edilən dəmir konstruksiyalar və yol kənarlarında qanunsuz olaraq quraşdırılmış bir sıra kəsim qurğuları yerli icra orqanlarının əməkdaşları tərəfindən sökülüb. Eyni zamanda məntəqə sahiblərinə ciddi xəbərdarlıqlar edilib. Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır. Gündüz Sevindik, Kənan İsayev, Aran Ağcabədi İnternet Televiziyası.